Hamıya salam əziz YouTube istifadəçiləri. Bugün sizlərlə anamın təqdimatında sarımsağın sirkəyə qoyulmasını düzgün qaydada göstərəcəyik. Əvvəlcə sarımsağın gördüyünüz kimi birinci qatı soyulur. Daha sonra çuğunduru soyub müxtəlif formalarda doğraya bilərsiniz. Gördüyünüz kimi sarımsaqla çuğunduru bir yerdə bağlayacağımız qablara doldururuq. İnanın o qədər dadlı olur ki, bunlar ikisi birlikdə. Sarımsaqdan çox çuğundur yeyilir. Zəhmət olmasa bu qaydada hazırlayarsınız və daha sonra yorumlarda bildirərsiniz. Daha sonra hər bir bənkənin üzərinə bir qaşıq dolusu duz əlavə edirik. Bir parça qənd əlavə edirik. Sirkə ilə isə hər birini axıra kimi doldururuq. Və onların qapağını möhkəm bağlamaq lazımdır. Sərin yerdə saxlamaq lazımdır. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm.